Bugün e, çox gözlənilən o video gəldi. Bəli. Hətta bundan qabaqki videoda dediyim kimi biz Türkiyəyə gedirik. Sadəcə Çiyongun bundan xəbər yoxdur. Əslində var. Sadəcə nə üçün getdiyimizi bilmir. Bu arada nə üçün getdiyimizi bilməyənlər də bundan qabaqki videoya baxa bilər. Biz daha 17 oyunçuları ilə görüşməyə gedirik. Biz daha 17 bütün videolarına falan baxmışıq. O qədər maraqlı gəlir ki bizə. Artıq yəni bəlkə bunu da eləyə bilərik dedik və deyək. Mən Çiyonqa yalandan dedim ki, marka işbirliyi reklam falandır. O da inandı. Bəli, inandıra bildim onu. Bəli, valiz hazırlığı eləyəcəyəm. Bu arada mən o biri videonu ona necə izlətmədim, mən deyim. Onsuz da o bilmirdi mənim video seçdiyimi. Yəni mən ona dedim ki, kamera işləmir sadəcə. Bir neçə sok falan gətirim, kofe, maşa falan gətirim. Onlarla baxaq. O da dedi, tamam. Amma əslində kamera açıq idi. Yəni o an hər şeyi çəkmişdim. Bəli, şu andan etibarən hazırlığımız başlayır. Demək, mən nə almalıyam? Kompüterimi alacağam. Telefonumu, planşetimi, sonra nəyimi alacağam? Sonra bu kameramı alacağım. Bu da hər böyük ehtimal lazım olacaq. Hər nəysə belə şeylər alacağım da artıq. Çox heyecanlıyam. Çox heyecanlıyım. Bu arada yenə də deyirəm mən sual-cavab videosu çəkmək istəyirəm. Və sizdən istədiyim şey odur ki, suallar yazın. Bəli, bu videonun altına sualları yazın. Mən sual-cavab videosu çəkə bilim. Həsə bu dəfə heyecandan danışa bilmirəm. Çiyonqa ordadır. Deyirəm ki, bizə eşitmir, gedək ona baxaq. Nə aparacam özümdən? Hər neysə, gedim Dani ilə valizləri götürüm. Bəli, dostlar, kim gəlməyim? Gəldin, Çiyonqa. Video çəkirsən? Salam dostlar. Gəl hazırlaşaq yavaş-yavaş. Valizlər aşağıdadır. Tamam. Onda dostlar, biz valizləri götürüb gəlirik. Bəli, dostlar, gördüyünüz kimi 4 dənə valizlə geri qayıtdıq. Yəni, indi biz bunları yığmalıyıq. Onu belə eləyik. Bunları bura düzək. Belə. Onsuz da axşam, yəni gecə qalxacaq, ya da gedəcək. Bu arada yolculuk vlogda gələcək. Bəli dostlar, birinci bunu başlayaq, mənim otağımdan başlayaq. Buna nə qoyacaq? Şu anda aşağıda olduğumuz üçün paltalarımız falan, şu anda otağımdaki şeyləri yığacağım bura. Kompüterimi qoyacağım. Amma yerləşmir. Ondan sonra mən özüm həll eləyərəm. Planşetimi qoyum. Ümid edirəm ki, sınmaz. Kameramı qoyum. Belə bir məktəb kitabım. Hər neysə, danışıb məktəb kitabım var. Bunu qoyuram qurağa, bunu yeyirəm. Bunu götürürəm, mənə hər zaman lazım. Əslində bunu ayrıca da götürə bilərəm, hər neysə. Biletləri falan oradan alacağıq. Hər neysə, biletləri oradan alacağıq. Sonra mən bu ayımsız yata bilmədiyim üçün bunu götürürəm. Mən götürəcəm şeylər bu qədər idi otağımdan. Hətta bu tam da olmadığı üçün gedək Çiyonqada bundan nəsə qoyaq. Doğru danışdım. Çiyonqun uşaqlıq oyuncaqsı bundan yata bilmir. Çiyonq götürsən onu? Əlbəttə. Dedim sizə. Çiyonqun planşeti. Çiyonqun olmazsa yaşaya bilməyəcəyi
kitabı. Çok ya burada biraz sen şeylim. Her şey. Ay burada aldıkça sonunda ben şey almıştım. Çok. Her şeyimin yeri bilindi artık videoda. Yani. Neyse burada onun Cheong'un böyle bir rakokası var. Bunu da götürəm. Cheong bunsuz yaşayabilir. Görsən gitar. Cheong'un telefonunu sonra mən qoyacağım. Bəli. Ha kanka diş fırçalarımız falan kaldı. Onları da götüreyim. Şimdi buradan ne götüreceğiz? Ben şu anda size götüreyim yoksa. Of Türkiye'den alarak onlara. Burada nasıl niye nasıl götüreyim ki? Tamam. Bu çanta hazırdı onda. Bağlan. Doza bağlanmır bu. Bağladı. Hazır olanları bura koyaq. Bunlarla da aşağı düşək. İkisini götürək şunu. Ama ikisini götürək. Olmasa o birini də gətirərik. Aşağı. Bəli dostlar biz gəldik. Ya sabır. Burada niye oturdum indi? Her o dolabına kessin ve istediği paltaları götürsün. Birinci Cheong sen başla. Ben ilk olarak olmazsa olmaz olan bunu götürürüm. Bu paltara bayılırım. Ha bu arada Cheong indiden diyeyim bu paltayı götür senden olsa giyineceğim bunu. Ben bunu götürürüm bunu da çok beğenirim. Sonra kış değil önce bunu götürmüyorum. Bunu götürürüm sadece şey yok. Ne istiyorsun? Tamam bunu da götürürüm. Başka yürüyorum mu götürürüm yani. Başka ne götürürsen? Başka ne götürürüm? Şu an götüreceği iyisine yoktur. Tam bu kadar bəs. Çok sen değilsin. Yok. Kanka burada ne sıradan paltarım var. Götür de bunlar da. Ya bunlar kaşın. Bu kaşından mı bunu ben götürsem. Bende de var. Çok bir tane bunu götür de. Bak bu ne kaşınlıkta. Tamam. İçim başta buranı dağıttık. Sonra sen üzülür yersin. Biz dağıtmamışıq. Biz heç eləməmişik. İndi sıra məndədir. Mən hazırlayıram. Demək, ilk olaraq mən bunu götürürəm. Bu paltarıma bayılıram çünki. Sonra bunu götürürəm. Bunu götürürəm, bunu da bəyənirəm. Bunu da götürürəm, bu tam yaz havasındadır. Bunu götürmürəm, bu çox qalındır. Bunu da koyun qırağa. Bunu
Bunu olsa bir tane var məndə götürmüşəm. 2 dənə almışdım bunu. Bunu götürürəm böyük ehtimal. Çünki bəyənirəm onu. Bunu həmişə götürürəm, hər zaman götürərəm. Bunu bilmirəm. Buna yaxşı mən giyinim baxım elə qərar verim. Sonra belə görünür. Bilmirəm götürürüm, götürməyim. Hər ehtimala qarşı götürürəm. Bura qoydum. Bunu götürürəm. Bunu bəyənirəm. Bunu da götürürəm. Bunu götürmürəm. Bunu azabəydə olmazdı. Bundan çox götürüb onu yenə də mən götürürəm. Ay, mən bu paltarıma bayılıram. Bunu hər zaman götürürəm. Bunu götürürüm, götürməyim. Bunu yenə əynimə geyinib belə baxacağam. Qarşı belə durur. Bunu götürürəm. Hər ehtimal əslində bəyənməmisiniz yenə də götürürəm. Bunu olsa yenə deyirəm var. Bunu götürürəm. Bunu götürürəm. Və bunu götürürəm. Bəli dostlar, Cheong'un götürdükləri və VS mənim götürdüklərim. Mən çox az şey götürdüm. Bunun üçün daraq falan qoyacağım indi. Cheong və mən. Mənim vacibim olduğuna görə öz darağımı qoyuram. Cheong, gəl sən də qoy. Cheong, orada bir həftə 4 dənə paltarla gəzəcəksən. Nə olub ki? Valla bilmirəm də. Mən bir həftə üçün elə bir illik gedirəm. Makyaj şeyi götürməyəcəm, amma baxım şeyi götürə bilərəm məncə. Nə götürüm? Mən isə də götürmürəm. Ən yaxşı makyaj da götürməyim, baxım da götürməyim. Bəli. Böyük ihtimal oradan alaraq bir iki makyaj şeyi falan. Burada da yer var ki, alırıq, qalır otağımızda, alırıq, qalır otaqda. Bəli dostlar. İndi mənim əlimdə yer yoxdur, Cheong götürsün. Bəli dostlar, biz gəldik. Bəli, indi neyinirik? Bu da hazır, bunun ikisi də hazır olduğu üçün bura qoyuruq. Şimdi bunun içine ne koyacağıq? O maraqlıdır. Şimdi sən bunu tut və gəl. Burada nesini götürmürük, olsa niyə nəsə götürək ki? Buradan da nesini götürmürük. Buradan nesini götürmürük. Demək ki, onun otağından kompüterini götürmürük. Amma kompüterdə bilirsiniz ki, buraya qoymaq olmur. Bunları ona görə mən şey edəcəm. Hər neyse, mən birtəhər onları götürəcəm. Ya da götürürüm. Niyə götür? Həm də götürməliyəm. Kanala video falan paylaşmam lazım. Amma götürməyə də bilərəm. Daha mən köməyin necə götürə bilərəm bunları? Mən bunları sonra oradan təzəsini alaraq. Kanka, nə götürək buna? Tamam ki, bu qalsın belə. Lazım deyil. Mən bunu götürürəm. Buna telefonumu, Cheong'un telefonunu falan qoyacağım. Amma ilk öncə içini boşaltmalıyam. Nə qədər lazım olar bizə? Neyse, bunları götürdüm. Bu mənim ikinci yedək telefonum yəni. Yedək yəni onunla nömrəm falan var ona görə. Yəni, necə deyim? Bu telefonun bir eynisi. Sadəcə belə bir şey oldu. Mən 2 dənə kabra gördüm. İkisinə də bayıldım, hər iki rənginə də. Ona görə getdim bu. Telefonu, əlimdə gördüyünüz telefonu
şey bu kal. Yani bu iki kabra mənim ən sevdiyim mavi bir də bənövşə idi. Və kabra gördüm, bayıldım. Ona görə də getdim bu əlmiş telefonu təzə aldım sırf bu kabranı almaq üçün. Qoy telefon. Amma niyə telefonlarımızı qoyuruq? Telefonlarımız əlimizdə lazım olsa mən yaxşı bu telefonu qoyum. Sən də gir bura. Bu qədər basit. Çəyən tut onu. Bəli dostlar, biz hazırlandıq. Bəlkə 2-3 saatdır. Havada artıq yavaş-yavaş günəş batır, qaralır. Biz də hazırlaşırıq. Dostlar, bundan sonraki videomuz yolculuq vlogu olacaq. O videoya da baxın. Ondan sonraki video nə olacaq? Bu ehtimal olaraq kəşf elədik falan olar. Bəli dostlar, əgər videomu bəyəndinizsə kanala abunə olub like atmağı unutmayın. Və izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Sağ olun.